Salam müəllimlər. Dərsimiz 6-cı sinifin 21-ci mövzusu olan yarmadan, paxlalı bitkilərdən və makaron məmulatlarından xörəklərin hazırlanma texnologiyasıdır. Deməli, gəlirik yarmalara. Hansı yarmaları tanıyırıq, hansılar bizim üçün nə qədər vacibdir, hansı tərkibli vitaminlər var və s. bunları aydınlaşdırmağa. Deməli, yarmalar və paxlalar qidalanmada vacib əhəmiyyətə malikdir. Onlar yaxşı həzm olunur, qidalı və yüksək kalorilidir. Deməli, necədir? Qidalı və yüksək kalorilidir. Sonra qidalanmada vacib əhəmiyyətə malikdir. Onların tərkibində nə var? Bunlara diqqət edin. Onların tərkibində nişasta, zülal, xüsusən də paxlallarda var bunlar. Və B qrupu vitaminlə zəngindir. Deməli, yarmalar və paxlallarda nə var? Nişasta, zülal və B qrupu vitaminlə zəngindirlər. Paxlallar, daha doğrusu yarmalar taxıl bitkilərini emal etməklə əldə olunur. Deməli, yarmalar necə əldə olunur? Testlərə çox zaman düşür. Yarmalar taxıl bitkilərini emal etməklə əldə olunur. Ən geniş yayılmış yarmalar hansılardır? Məhz bunlardır. Buğdadan manna, düyüdən cilalanmış, pardaqlanmış düyü, yəni xırdalanmış düyü, yulafdan Herkules, yulaf unundan isə Herkules və yaxud da ki yulaf unu, yəni yulafdan həm Herkules, həm də yulaf unu, arpadan isə arpa yarması əldə olunur. Qarabaşaqdan isə iri dənəli qarabaşaq əldə edilir. Deməli, buğdadan manna, düyüdən isə cilalanmış, pardaqlanmış, xırdalanmış düyü, yulafdan Herkules və yulaf unu, arpadan arpa yarması, qarabaşaqdan isə iri dənəli qarabaşaq əldə olunur. Yarmalar nəyə görə bir-birindən fərqlənir? Yarmalar müəllimlər, dənlərinin rənginə, axı bunlar dənə şəklindədir. Baxın, şəkil 1-də də göstərir. Görürsünüz, dənə şəklində olduğuna görə. Dənlərinin rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə. Deməli, bir də deyirik, rənginə, formasına, bütövlüyü, yəni dənələri bütöv olmalıdır. Qırıq formada olmasın deyə. Belə deyək də, bütövlüyü tam olan. Bütövlüyünə və bir də ölçüsünə görə fərqlənir. Yarmaları fərqləndirmək üçün müstəqil tədqiqat aparmaq faydalıdır. Bu hissələri keçirik. Burada o qədər də vacib hissələr yoxdur. Sonra gəlirik vacib digər bir hissəsinə. Siz özünüz üçün oxuyun. Mən sadəcə vaxt itməsin deyə artıq o hissələri oxumuram sizin üçün. Dən və yarmanın dəyəri, bu hissədən danışıram. Dən və yarmanın dəyəri onların qabığında və dənələrindədir. Deməli, dən və yarmanın dəyəri hardadır? Onların qabığında və dənələrindədir. Yarmalardan ən xeyirlisi hansıdır? Yarmalardan ən xeyirlisi qarabaşaq, yulaf, darı və düyü hesab olunur. Hansı oldu? Qarabaşaq, yulaf, darı və düyü. Darı və düyü ikisi elə yadda saxlayaq. Yulaf və qarabaşaq. Bunlar ən xeyirli yarmalar hesab olundu. Yarmalar dedik necə əldə olunur? Taxıl bitkilərini emal etməklə ən geniş yayılmış olan yarmalar isə bayaq sadaladıqlarımız hesab olunur. Sonra, yarmalardan hansı xörəkləri hazırlamaq olar? Yarma bişməzdən əvvəl, baxın bu bir ardıcıllıqdır. Yəni, yarmaların bişirilmə ardıcılığı, hazırlama ardıcılığı, indi necə deyirsizsə, elə yadda saxlayaq. Deməli, yarmanı bişirməmişdən əvvəl artlanır. 1. Baxın, özünüz üçün qeyd edin. 1. Yarma bişirilməmişdən əvvəl artlanır. Birinci hissəsi. Sonra yuyulur. Oldu mu? 2. Xırda və bütöv yarma ələnir. Həmin bu hissə oldu sizin üçün 3. Xırda və bütöv yarmalar, yəni ələnir. Yuyulur. 4-cü mərhələdə yuyulur. 5-də qovrulur. 6-da isə isladılır. Bir də deyirik, əvvəlcə yarmaları bişirməmişdən əvvəl nə edirik?
onları artlayırıq. Sonra yuyuruq. Sonra xırda və bölünmüş yarmaları ələyirik. Sonra ələdiyimiz yarmaları yuyub, qovurub, sonra isladırıq. Daha sonra bunu mütləq ki, bir-birinin ardınca yadda saxlayın. Yarmalarda müxtəlif birinci növ şorbalar, ikinci növ isə sıyıq və kotletlər əldə olunur. Deməli, yarmalardan hansı xörəklər hazırlanır? Birinci növ şorbalar, ikinci növ sıyıq və kotletlər hazırlanır. Yarmalardan sıyıqlar hazırlanır. Sıyıqlar istənilən yarma növündən hazırlana bilər. İstəkdən asılı olaraq. Suda üzlü və yaxud da ki, su ilə qarışdırılmış süddə bişirilir. Yarmalar yəni həm suda, həm üzlü, həm də su ilə qatışdırılmış süddə bişirilə bilər. Maye ilə yarmanın nisbətindən asılı olaraq sıyıqların hansı növləri var? Baxın, nədən asılı? Maye və yarmanın nisbətindən asılıdır. Maye və yarmanın nisbətindən asılı olaraq sıyıqlar buğlama, qatı və duru formada olur. Deməli, maye və yarmanın nisbətindən asılı olaraq sıyıqlar, buğlamalar, qatı və duru olaraq növlərə bölünür. Şəkildə də göstərib. Burada artıq yəni hansı yarmadan, hansı belə deyək, sıyıqları almaq olar. Baxın göstərir. Mannadan A-da, sonra B-də qarabaşaq. Yəni biz buna adı yadımdan çıxdı. Qreçka da deyirik. Sonra C-də düyüdən olan sıyıqlar növləri göstərilib. Sonra indi gəlirik buğlamaların hazırlanmasına. Buğlamalar cilalanmış və pardaqlanmış düyüdən, darıdan və arpa yarmasından hazırlanır. Deməli, buğlamalar nədən hazırlandı? Cilalanmış, pardaqlanmış düyüdən, darıdan və arpa yarmasından hazırlanır. Buğlamaları əsas xörək və qarniyə kimi istifadə olunur. Baxın, testlərə çox zaman düşən hissələri sizə deyirəm. Birincisi, buğlamalar nədən hazırlanır dedik bunlardan. Sonra, əsas xörək və qarniyə kimi istifadə olunur buğlamalardan və buğlamalar suda və ət suyunda bişirilir. Deməli, harda? Süddə yox ha. Baxın, bu fərqlidir. Suda və ət suyunda bişirilir. Sonra, indi artıq burada gəlir onun hazırlanması. Hazırlanmış yarma duz əlavə edilmiş qaynayan suya tökülür və vaxtaşırı qarışdırılır. Hazırlanmış yarma duz əlavə edilmiş qaynayan suya tökülür və vaxtaşırı qarışdırılır. Yarma şişib bütün suyu özünə çəkəndən sonra sıyığın səthi sürüşkən alınır və bu zaman qazanın qapağı örtülür və hazır olana dək zəif odda dəmə qoyulur. Deməli, bu buğlamaların hazırlanma ardıcıllığıdır. Bir daha deyirəm, qaynayan suya duz əlavə edilmiş qaynayan suya yarmaları əlavə edirik, vaxtaşırı qarışdırırıq və həmin yarma şişib, sanki suyun içərisində belə deyək də, o səthinə bütün suyu çəkəndən sonra səthi hamarlanır. Yəni artıq su qalmır da orada. Qazanın qapağını örtürük və onu dəmə qoyuruq. Bu buğlamaların hazırlanma ardıcıllığıdır. Sonra qatı sıyıqlar suda, üzlü və yaxud da ki, su qatılmış süddə bişirilir. Deməli, qatı sıyıqlar harda bişirilir? Suda, üzlü və yaxud da ki, su qatılmış süddə bişirilir. Amma yarmaların çoxu, düyü, arpa və darı suya nisbətən süddə çətin bişir. Ona görə də onları başqa üsulla hazırlayırlar. Yəni, bu hazırlayacağımız yarma... Deməli, müəllimlər, necə dedik? Yarmalar, yəni bu hansı ki, düyü, arpa, darı, bunlar suya nisbətən süddə çətin bişdiyi üçün onları əvvəlcədən duzlu suda 5-7 dəqiqə sonra isə üzərinə isti süd əlavə edib hazır olana qədər bişiririk. Süfrəyə verməmişdən əvvəl isə şəkər və yaxud da ki, kərə yağı əlavə olunur. Bu, qatı sıyıqlar üçün aid olan hissəsidir. Yəni, qatı sıyıqların hazırlanması üçün olan hissəyə aid idi. Sonra var duru sıyıqlar. Deyir ki, duru sıyıqlar da üzlü süddə və yaxud da ki, qarışdırılmış süddə və yaxud da ki, suda bişirilir.
Onlar da qatı sıyıqlar kimi bişirilir, lakin çox, yəni bir qədər onlara əlavə maye qarışdırılır. Yəni bir qədər mayesi çox olur. Eyni qatı sıyıqlar kimi bişir, lakin onun duru olduğu üçün, yəni duru sıyıqlar olduğu üçün mayesi bir qədər digərindən çox olur. Sonra paxlallar, lobya, noxud, mərci. Deməli, paxlallar, lobya, noxud və mərci aid olunur paxlallara. Paxlalların dənləri üstdən qalın qabıqla örtülür. Ona görə də onları əvvəlcədən isladıb sonra bişirirlər. Baxın, paxlalların öncədən, yəni dəriləri belə deyək, dənləri üstdən qalın qabıqla örtülü olduğu üçün məsələn paxlallar nə idi? Lobya, noxud, mərci biz özümüz də bunları bişirərkən isladırıq öncədən, axşamdan və s. Səhər artıq onu bişirmək rahat olur. Sonra isə onu bişirirlər. Baxın, bunlar paxlallara aiddir. Amma bayaq deyirdi ya, artlanır, təmizlənir. Onlar yarmalar idi. Yəni yarmaların hazırlanmasına aid olan hissə idi, qarışdırmayın. Sonra bişməmişdən əvvəl paxlallar qarışıq və zədələnmiş dənələrdən təmizlənir. Baxın, bu paxlalların bişirilməsidir. Yarmaları bayaq sizə dedim, sadaladım. İndi paxlallar deyir ki, onların qarışıq və zədələnmiş dənələri təmizlənir. Qarışıq və zədələnmiş dənələri təmizlənir. Yəni bu da sanki artlanır. 2-3 dəfə ilıq suda yuyulur. Neçə dəfə? 1-2 yox ha. 2-3. 2-3 vedrə var idi. 6-cı sinifdə hansı ki ağaclara deyildi, hər tərəfdən 2-3 vedrə su əlavə olunur. Baxın, burada da həmçinin 2-3 ilıq suda yuyulur 2-3 dəfə. Sonra isə soyuq suda isladılır. Deməli, ilıq su ilə yuyulur, amma soyuq suda isladılır. Bu zaman nəzarət etmək lazımdır ki, su paxlalların səthini 1 sm-dən artıq örtməsin. Örtsün yox ha, örtməsin. Nə qədər? 1 sm-dən artıq örtməsin. Paxlallar, paxlalı bitkilərin toxumları ağzı bağlı qazanda və zəif qaynamada bişirilir. Yəni bunlar ağzı bağlı qazanda və zəif qaynama ilə bişirilir. Lobya. İndi gəlirik bunların bişmə saatlarına. Lobya 1,5-2 saat. Noxud 1,5. Mərci isə 1 saata yaxın bişirilərsə yaxşı, yumşar. İndi buradan gedək də bir-birinin ardınca. Birinci mərcini deyirik. Mərci 1 saat. Mərci 1 saat. Birinci mərci, yəni ardıcıl da arta getsin. Sonra noxud 1,5, lobya isə 1,5, 2 saat. Yəni bu formada əzbərləsəz yaddan çıxmaz deyə düşünürəm. Sonra noxud, lobya, mərci xörəklərinin xeyli zülal olduğu üçün onlar çox xeyli hesab olunur. Deməli, noxud, lobya və mərcidə nə var? Zülal var. Zülalla zəngin hesab olunur. Sonra makaron məmulatlarını əla növ un, testlərə düşür makaron hazırlarkən, daha doğrusu makaron hazırlanmasında hansı ərzaqlardan istifadə olunur? Əla növ un, yumurta və su əlavə edilməklə bişirilir. Nə oldu? Hazırlanır daha doğrusu. Əla növ un, yumurta, su əlavə edilməklə fabriklərdə istehsal olunur. Makaronlar isə rənginə, ölçüsünə, forma və hazırlama üsuluna görə fərqlənir. Deməli, nəyə görə? Rənginə görə, bu da ölçüsünə görə. Makaronlar bilirsiniz ki, balaca, böyük, müxtəlif formalarda ola bilir. Həm forması, həm ölçüsü. Ölçüsü də balaca var, xırda var, böyük var, uzun var. Baxın, belə yadda saxlayın. Rəngli makaronlar da var. Diyetiçka olan qara makaronlar da var. Rəngi sanki biraz qarantıl formadadır. Sonra ölçüsünə görə deyəndə böyükdür, formasına görə fərqli formalarda olur, fiqurlarda olur. Ölçüsü, yəni dediyim kimi uzun olur, yəni balaca olur, lap xırda olanı var və hazırlanma üsuluna görə. Hazırlanma üsulu da odur ki, məsələn, qaynadaraq, elə nə bilim qızardaraq, suplar əlavə edirik. Belə də fərqli üsullarla hazırlanır. Kim necə istəyir, o formada da hazırlayır. Deməli, nə oldu? Rəngi oldu, ölçüsü oldu, forması oldu və hazırlanma üsulu oldu. Makaron xəmirindən olan digər ərzaqlar kimi bol karbohidrat mənbəyidir. Deməli, makaron nədir? Karbohidrat mənbəyidir. Lakin bununla bərabər makaronun tərkibində az miqdarda nə var?
zülal var, yağ var və B qrup vitamin var. Deməli, bayaq zülal demişdik onsuz da və əlavə olaraq nə var? Yağ var və B qrupu vitaminlə zəngindir makaronlar. Onlar öz dad və qida keyfiyyətlərini itirmədən orqanizm tərəfindən yaxşı mənimsənilir. Sonra makaron məmulatları süfrəyə qiymə və müxtəlif soslarla verilir. Deməli, necə verilir? Qiymə və yaxud da ki, müxtəlif soslarla. Sos nədir müəllimlər? Sos isə baxın aşağıda yazıb xörək şirəsidir. Nədir? Xörək şirəsidir. Makarondan müxtəlif şorbaların hazırlanmasında da istifadə olunur. Adətən makaron məmulatlarına bişirilməmişdən əvvəl bir neçə emal lazım, yəni heç bir emal lazım olmur. Yəni onları bişirməmişdən əvvəl onların üzərində heç bir emal lazım olmur. Makaron məmulatları iki üsulla bişirilir. Süzməklə və süzməməklə. Neçə üsul oldu? Süzmək və süzməməklə. Süzməklə hansı üsulla hazırlanır? Mix sual olub vaxtı ikən. Qaynayan duzlu su olan qazana makaron əlavə olunur. Bunun ardıcıllıq kimi. Qaynayan duzlu suya makaron əlavə edilir. Qazanın dibinə yapışmaması üçün vaxt aşırı qarışdırılır. Yumşalana qədər bişirilir. Bişmə müddəti makaronun növündən asılıdır. Nədən? Makaronun növündən. İri makaronlar 20-30 dəqiqə, ərişdə 15-20 dəqiqə, vərməşili isə 12-15 dəqiqə bişirilir. İndi bunu da bayaqki paxlallardakı kimi sanki azdan çoxa doğru öyrənsək yadda qalar deyə düşünürəm. Deməli deyirik vərməşil 12-15 dəqiqə bişir. Ərişdə dedik 12-15. Ərişdə deyirik 15-20. Makaronlar, iri makaronlar isə 20-30 dəqiqəyə bişir. Adətən istehsalçılar qablaşdırma üzərində bu və ya digər makaron məmulatlarını hazırlama vaxtını və saxlama müddətini qeyd edir. Bu hissə heç bişirilmiş makaron aş üzərinə tökülür. Yəni bunu istehsalçılar, yəni bişirilmə vaxtını, yəni bunlar üçün deyir ki, nə qədər saxlamaq, nə qədər bişirmək lazımdır, qeyd olunur. Sonra deyir ki, bişirilmiş makaron aş üzərinə tökülür və həlim süzülür. Həlimi süzülür. Aş üzərinə tökülür və həlimi süzülür. Əridilmiş yağ olan qaba qoyulur və qarışdırılır. Əridilmiş yağ olan sonuncu mərhələsindədir. Əridilmiş yağ olan qaba qoyulur və qarışdırılır. Yəni bu belə deyək də bir çoxumuzun elə tələbə vaxtı süzdüyümüz makaronun reseptidir, belə deyək. Burada sadəcə əlavə olaraq vaxtlar, dəqiqələri bilməliyik. Həmçində sonda onu aş üzərinə töküb həlimini süzürük və əridilmiş yağ olan qaba qoyub qarışdırırıq. Sonuncu mərhələdə onu qarışdırırıq. Bəs süzmədən isə makaron məmulatları duz qatılmış qaynayan suya əlavə olunur. Hər ikisi də süzməklə də, süzməməklə də duz əlavə olunmuş suda olur. Yəni qaynayan suya əlavə edilir. Hər ikisində başlanğıc belədir və şişənə qədər bişir. Sonra kərə yağı əlavə edilir. Ağzı bağlı qabda zəif odda dəmə qoyulur. Bu bayaq buğulamanı necə elədik? Bişirən zaman. Eyni o formada duz əlavə olunmuş suya əlavə edirik. Yəni duz olunmuş, qatılmış suya əlavə edirik makaronları. Üzəri bişənə qədər, yumşalana qədər onu orada bişiririk. Ən sonda kərə yağı əlavə edib ağzını bağlayıb dəmə qoyuruq. Bunu sanki dəmləmə üsulu ilə, süzmədən isə dəmləmə üsulu ilə əldə edirik. Belə müəllimlər, təhlükəsizlik qaydalarını yenə dediyim kimi özünüz baxarsınız. Yəni burada vacib, belə deyək də, izah olunası heç bir şey yoxdur. Özünüz oxuyub yadda saxlayarsınız. Dərsdə soruşacağam sizdən.